Durna. Ay Səbiş, Səbinə Tarot, xoş gəlmişsən həyatım, necəsən ömrüm? Zehin və bədən xoş gəlmişsən həyatım. Keçilərim. O arıqladan səhifəni etiketlədə deyə yuxarıda hədiyyə atır mənə. Zehin və bədən. Deyə yuxarıdadır. Mən nə vaxt oğlan paylaşmışam bacı. Az bəxtəvər Visal, az gör Visalə. Ay Allah. Ay Allah bak. Kocuğum dezbalımı götürüp ağlayayım bak. Ekran tıklayın gör size söz diyeceğim bacı. Ekran tıklayın size söz diyeceğim. Görmen ne güne kalmışam ay bacı. Özüme programla kişi düzeltip koymuşam oraya deyirsiniz o kimdi? Programda ay bacı. Ne değiller ona intellektualdı nedir? Görmene kimin çok ciddiyim görmenle gündeyim. 5 olar bacı. Bir yaxşı mərziyə deyirsə, az 2 gündür də gözüm atır, bacı, bu gözüm atır Allah haqqı. İntellektuallı nədir? Proqramla kişi, Allah haqqı proqramla kişi düzəltmişəm. Proqramdır, proqram. Öz şəkilini qoyursan, kişi düzəltir. Kur'an'ın adına da olsun proqramdır qızlar. Proqramla kişi düzəltmişəm. Yoktu bacı, yoktu. Mənə dua edeyim 5-ci gündür. Allah günümüzü ne günde kişidir, yaraşmır sənə bacı. Doğrudan deyirsən bacı. Sabina Tarot düz deyirsən. Gör mən ne gündeyim ki, ben intellektualla, proqramla kişi düzəldib paylaşıram. Siz de mənim üstümə deyirsiniz ki, ay bacı, kimdir o kişi? Az Allah haqqı proqramdır. Çox qəşəngdir. Çox qəşəngdir, çox qəşəng. Ver mənə göstərdim izləyicilərə. Yaxşı, gəl apar, əlim şeydir, əlim yağlıdır. Əlim yağlıdır, gəl apar. Qızlar ekranlar tıklayın, Zehin və bədənimiz gəldi, gözəl xanımımız gəldi. İstəyirsən bacı biraz söhbət eləyək, sonra davam edək. Gözləyirsən, səbrim var. Az yoxa şeydir, mangodan başqa almışam, onu göstərəcəkdə. Allah haqqı, hər şeyin qiyməti bahalaşıb, hər şeyin qiyməti bahalaşıb. Bir dənə maaşımız da qalsaydı, bir dənə Urbaşqa 60 manat pul vermişəm. Urbaşqa nədir? Urbaşqa 60 manat almışam. Ekranlara tıklayırsınız siz, mən sizlə söhbət eləyim. Eləmirsiniz axı, tıklamırsınız. Bir dənə tık eləmirsiniz oradan, bir tıklayın da, nə olar ki? Elə deyirsiniz, Füsalə danış. Tıklayın da, Füsaləni də tıklayın da. Tıkla bacı qurban. Salam. Hara getdin Səbiş? Bugün söhbət eləyəcəyik də yəqin səndən, hə Səbiş? Bugün səndən söhbət eləyəcəyik də, hə? Hə bacı? Ay Allah, bir dənə bunu uzun çörəklə şey edeyim də. Bax, Salə gör necə arıqlayıb. Gördünüz? Vüsaləni kim arıqladı? Zehin və bədən arıqladı. Vüsalə ilə bilirsiniz ki, yemək yiyir, kökəlir. Yuxuda görərsiniz. Məni zehin və bədən arıqladır qızlar. Zehin və bədənə qoşulun, siz də arıqlayın. Vüsü, yazdım sənə WhatsApp-ma sual vermə. Hə, yaxşı vermirəm.
Hə, görmədim çünki WhatsApp. Qızlar çörək yeyim də bir damcı. Nəsə ürəyim istədiyi, bir də ürəyim isə nə istəyir? Soğan istəyir bacı. Bununla getmir bacı. Allah haqqı. Zehin bölgədən özünü sabitlə yuxarıda aşkım. O necədir? Bax, görsünüz yiyirəm. Sadə baxın 8-də. Müsalə yiyir. Allah haqqı. Arıqlamağın səhifəsi yuxarıda da. Allah haqqı başım ağrır. Az soğan istəyirəm bacı. Soğanları evdə. Qızlar, Vüsalə bədən şəkilləndirmə, xeyr, Vüsalə mən bədən şəkilləndirmə əməliyyatımı 2023-cü ildə eləmişəm və 60 kilodan 1 kilo belə azalmırdım. Mən danmıram bədən şəkilləndirmə eləməyimə, amma məni arıqladan zehin və bədən oldu. Bəx sürün də, haqqa girib danışmayın heç olmasa. Belə səhifəsi yuxarıda da. Qızlar, çörəksiz həqiqətən dadı olmur yemə. Bax, özünüz güzel. Mən zehin və bədənlə yiyə arıqlayıram. Yemək yiyirəm, amma arıqlayıram. Yemək yiyirəm, amma arıqlayıram. Yəni, arıqlamağımı hiss edirsiniz məni çoxdan izləyənlər. Hə? Düzün deyin, çoxdan izləyənlər. Çoxdan izləyənlər. Hiss edirsiniz arıqlamağımı. Gəlib, can, qurban olaram. Hər deyən dilinizə qurban. Bax, canımsız, ürəyimsiz. Tamam, yaxşı. Can. Çox sağ olun qızlar, təşəkkür edirəm. Hədiyyən dilinizdə qurban olaram sizə. Bax qızlar, mən bu xanımla arıqlamışam. Zehin və bədən. Səhifə yuxarıda qeyd olunur. 200 manata demir axı. Əy qız, ürəyim soğan istəyir. Soğan tapdıram evdə. Yaşıl soğan istəyirəm. Qızlar, zehin və bədən səhifəsi yuxarıda da. Əlaqə saxlayın. Əlaqə saxlayın, bizimlə birlikdə arıqlayın. Gözəl xanımlarımız, zehin və bədən səhifəsi yuxarıda qeyd olunub. Kim istəyir əlaqə saxlasın, mənimlə birlikdə çəki atsın. Gözəl və dəyərli izləyicilərimiz, səhifə yuxarıdadır. Zehin və bədən. Qoşulun mənimlə birlikdə artıq çəkilərinizdən azad olun dəyərli izləyicilərimiz. Ay qız necə çörəklə ləzzət elədi. Allah haqqı. Ay Allah. Çörəklə həqiqətən yeməyin dadı tamam başqa cür olur. Dizim yanışaq da. Ürəyim nə istəyir yiyirəm qızlar. Əvvəl 60 kiloydum. İndi 53 kilo yarımam. Ürəyim də nə istəyir yiyirəm. Yiyə arıqlayıram. Yiyə çəki atıram qızlar. Hə. Üzüm çox ümumiyyətlə qızlar, bədənim də çox arıqlayıb. Bədənim arıqlayıb, üzüm arıqlayıb, çiyinlərim arıqlayıb, qızlar qollarım arıqlayıb, ayaqlarım arıqlayıb. Hər bir yerim, bu hissələrimdə artıq ətlərim var idi. Bu hissələrim arıqlayıb, kürəyim arıqlayıb, çox gözəl arıqlamışam. Özümdən zövq alıram güzgüyə baxanda. Mən bir xəslətim var idi da, yəni. Paltarı geyinirəm. Paltarı mənə də verdən olar. Paltarı geyinirəm, güzgün qabağında dururam. Bilməm, aramızda yeraz var.
Yerazlar bilirsiniz də, yemək yeyib qutarandan sonra mütləq ya şor yeyir, ya pendir yeyir. Yoxsa elə bilirəm, heç nə yeməmişəm. Bax, mən eləyəm, var can. Allah canınızı sağ eləsin. Xoş gəlmişsən, Yeraz. Mən də eləyəm, Allah haqqı. Bunun üstündən şor yeməsəm, bacı, elə biləcəm, yemək yeməmişəm mən. Siz də eləsiniz. Qıysayız can. Eşq olsun Yerazlara. Mən də belə deyiləm. Qızlar, deməli paltarı geyinirəm. Paltarı geyindim, dururum güzgün qabağında. Özümdən zövq alıram da. Özümdən zövq alıram da. Güzgüyə baxıram, deyirəm, ay Allah, necə gözəl qadınam mən. Bax, siz də güzgüyə baxın. İnşallah deyin ki, necə gözəl. Təbii ki, soğan gələcəkdir. İndi soğan yemişəm. Qızlar, nə edirik? Deməli, yemək yeyə arıqlayırıq. Necə eləyirik? Zehin və bədənlə. Səhifə yuxarıdadır. Qoy desin, fikir verməyin. Az yox, siz necə, qızlar? Baxın, mən soğan yiyirəm də, düzdür? Mən evimdəyəm də, evimdə oturub soğanımı yiyirəm, soğan şorumu yiyirəm də, düzdür? Yeməyimi yedim, indi getmir. Bu üstündən mütləq şor yiyirəm. Soğan yemişəm də və nə iyi gəlməlidir? Soğan iyi gəlməlidir. Ay Taç xanım, bu gün mənə qaz veriblər ki, Hüsalə xanım, çox arıqlamısan, get çörək ye. Gəl çörək yiyirəm, ha. Xəbərin olsun, çörək yiyirəm. Düzdür, sən mənə deyirsən, ye. Sağ ol, ya. Al, bunu da qoy başım. Qızlar, zehin və bədən səhifəsi yuxarıda qeyd olunub. Kim istəyir əlaqə saxlasın, mənimlə birlikdə artıq çəkilərindən azad olsun. Oyda, Allah Taala heç kimi az eləməsin. Allah haqqı heç kimi az eləməsin. Aytaç xanım, Aytaç xanım, zehin və bədənə deyirəm, adı Aytaç xanımdır. Çox ciddiyəm, bəs mən də deyirəm, bax, Allah haqqı çox ciddiyəm, çörək haqqı ciddiyəm. Mənim iştahım yoxdur, yemək yeyə bilmirəm. Niyə? Bax, indi gəldim, yedim, indi zorla yedim. Yəni, belə iştahla yemirəm əvvəlki kimi. Niyə eləyəm? Niyə eləyəm? Çox ciddiyəm. Mən bəlkə yemirəm, ona görə beləyəm. Ola bilər. De. Niyə Sabina Tarot? Niyə ömrüm? Yemirəm. Əvvəlki kimi yemirəm. Allah haqqı, əvvəl çox yeyirdim. Bu zehin və bədənə qoşulandan az yeyirəm. Çox az yeyirəm. Niyə beləyəm, bilmirəm. Amma əslində xanım deyir, çox ye. Dəqiq. Allah haqqı, Səbiş, yemək yeyə bilmirəm. Anadolu Allaha yemək yeyə bilmirəm, Səbiş. Mədən daralıb füsü. Ola bilər. Bax, indi yedim, Ya belə zorla yedim də, yəni yeməyə də bilərdim. Heç niyə yedim, onu da bilmirəm. Yaman da az yeyirsən, görünür elə. Zato nə yeyirəmsə kökəlmirəm. Deyir, dəqiq deyim burada. Dəqiq denəm burada. Orada yaza bilmədi. Haqlısan. Ay Allah. Deməli, qızlar, zehin və bədənin səhifəsi yuxarıda qeyd olunub. Baxın, səhifə yuxarıda qeyd olunub. Qızlar, kim arıqlamaq istəyirsə, Azərbaycanda yedinka qadındır ki, zehin və bədənlə sizləri arıqladır. Qadınlarımızın dostu. Yazıb, ay Allah, görən nə dedi? Aşkım, elə belə sözdür. Çox bahadır da endirim. Nəyi bahadır? 100 manata 10 kilo arıqlayırsınız. Mənim səhifəmdən gedənləri, imkansız şəxslərə də cüzi bir miqdarda endirmir. Əlbəttə ki, pulludur, aybacı. Pulsuz nə var indi? Pulsuz yedi adama salam vermirlər. Nə var pulsuz bu dünyada? Pulsuz heç nə yoxdur, heç nə.
Səhifə yuxarıda qeyd olunub, Aytaç xanımın səhifəsidir, yəni zehin və bədənin səhifəsidir. Mən özüm qoşuluram, heç bir resept vermir qızlar. Heç bir arıqlama metodundan istifadə etmirsiniz, arıqlama çayı, arıqlama kofesi. Yox qızlar, Aytaç xanımın yalnız dediklərini eləyirsiniz, bir ayın içində 10 kilo arıqlayırsınız. Qızlar, sağlam bir şəkildə arıqlamaq istəyirsinizsə, yenə deyirəm, sağlam bir şəkildə arıqlamaq istəyirsinizsə, zehin və bədənə qoşulun, sağlam bir şəkildə arıqlayın. Çəkilərinizi sağlam şəkildə azaldır. Zehin və bədən sizləri, qızlar, sağlam bir şəkildə arıqladır. Evinizdə olan zavod çörəyini yeyirsiniz, deyib Salə bacınız yedi. Görün, nə boyda yiyib. Bu boyda çörək yemişəm, qızlar. Çörəyi yedim, bacı qurban olsun. Dolmamı yedim, yarpaq dolmamı. Üstünə şorla turp, göyərti yedim. Hə, pişo. Saat da 8-dir. Ürəyim nə vaxt istəyir, yemək yiyirəm. Zehin və bədəni sayəsində də arıqlayıram. Mən səni tanımıram, ay ürəyim. Mən səni tanımıram. Necə qoşa bilərəm? Hə. WhatsAppda yaz görüm, mənə tanıyıram səni. Yo, tanımıram. Tanımadığım adamı qoşa bilməm. Zehin və bədən deyir, tanıyırsan, qoşa bilərəm. Çünki onun vaxtıdır, qoşa bilərəm ömrüm. Salam. Məni Zodanov əməliyyat etmişdi, hə. Kimin xoşuna gəlmir, baxmasın, tanımıram kimdir. Hə, diyetlərlə bağlı sual verəcəm. Diyet deyil aşkım, diyet deyil. Bu başqa, tamam başqa bir şeydir. Şuur altı səni arıqladır, gözəl bacım. Qoşa bilmərəm, ömrüm günüm. Şuur altı arıqladır, qızlar. Heç bir diyetə saxlamırsınız. Heç bir arıqlama çaylarından, arıqlama kofeleриndən, heç bir şeydən istifadə etmədən bir ayın içində 10 kilo çəki atırsınız, qızlar. Bir aya 10 kilo arıqlamaq nə deməkdir, qızlar? Bacı, 80 kiloyum, 80 kilosun problem deyil. Qiyməti özünə yazın, özünə, yuxarıda qeyd olunub səhifə, zehin və bədən. Özünə yazın, qızlar, özünə yazın, özü ilə birlikdə arıqlayın. Bildim xanımsan, ürəyim, qoşa bilmərəm, zehin və bədənin vaxtıdır. Deməli, xanımları arıqlamağa nömrə 1 səhifə hardadır? Bir ayın içində 10 kilo harda arıqlaya bilərsiniz? Zehin və bədənlə arıqlaya bilərsiniz. Zehin və bədənin səhifəsi yuxarıda qeyd olunub. Siz də mənim kimi yemək yeyə arıqlamaq istəyirsinizsə, çəkinizi azaltmaq istəyirsinizsə, zehin və bədənə qoşulun, mənimlə birlikdə çəkinizi azaldın. Ay bacı, inanırsan, yemək yeyə, çörək yeyə, lavaş yeyə, qutab yeyə, necə arıqlamaq olur? Hə, necə arıqlamaq olur? Bax, bu zehin və bədənə qoşulursunuz və əlbəttə ki, ödənişlidir aşkım. Ödənişsiz nə var? Cəmaat o boyda institut oxuyub, bacı qurban. Praktikaya gedib, o boyda kurslardan keçib. Təbii ki, ödənişlidir. Dünyanın dörd bir yanından qoşula bilərsiniz. WhatsApp-la qrupa qoşulursunuz. Aytaç xanımla birlikdə arıqlayırsınız, yəni zehin və bədənlə arıqlayırsınız. Qiymətini özündən soruş, zəhmət olmaz. Yuxarıda səhifəsi qeyd olunub, zehin və bədən. Siz bir dənə dayanmadan ekranları tıklayın. Gözəl və dəyərli izləyicilərim, canımsız, ürəyimsiz, Allah canınızı sağ eləsin, ömrünüzü uzun eləsin, cibinizi dolu eləsin, Allah ruzunuzu daim bol eləsin. Amin inşallah. Allah tez bir zamanda arzularınıza çatdırmağı sizə nəsib eləsin. Amin. İçincə də məni. Bugün 5-ci gündür, cümə günüdür. Cümə bayramınız, cümə gününüz mübarək olsun. Amin. Arzularınıza tez bir zamanda çatıb, istədiyiniz çəkiyə də nail olasınız. Çox sağ ol ürəyim. Gözəl bacılarım, zəhmət olmasa ekranları izləyin. Qızlar, səhifə ayda sarımsaq iyisi gəldi. Sarımsağın iyisi oradan gəldi ay bacı. Bacı sizə qurban olsun. Ona görə özünüzə fikir verin, gözəlləşin, gözəl görsənin, saçınızı başınızı düzəltdirin, paltarınızı geyinin, gəzin, yeyin, için, kef edin qızlar. Mən özüm ondan arıqlamışam, valla zehin və bədənlə arıqlamışam.
Bu nə qədərdir? Özünə yazın. Səbiş, buradasan?